Bismillah. Gələn həftə bəxtə açılacaq bürclər. Gələn həftə təxminən 8-14 aprel aralığı bəxtə açılacaq və şansın üzünə güləcəyi bürclər bunlardır. Ən şanslı bürclər Buğa. Pul və iş saatində böyük fürsətlər gəlir. Gözlənilməz gəlir və ya yeni iş təklifi mümkündür. Səbrinin bəhrəsini görəcəksən. Xərçəng, sevgi və münasibətlərdə bəxtin açılır. Uzun müddətdir gözlədiyin bir xəbər və ya yaxınlaşma ola bilər. Qız, planların yavaş-yavaş reallaşır. Xüsusilə iş və təhsil sahəsində uğurlar var. Özünə inam artacaq. Ox atan, şans ki səni izləyəcək. Yeni tanışlıqlar, səyahət və fürsətlərlə dolu həftədir. Risk etsən qazanacaqsan. Qismən şanslı bürclər bunlardır. Qoç, enerjin yüksəkdir, amma tələskən qərarlardan uzaq dur. Oğlaq, maddi sahədə yavaş, amma stabil yüksəliş var. Biraz diqqətli olmalı bürclər. Əkizlər, şir, tərəzi, əqrəb, dolça, balıq. Bu bürclər üçün həftə neytral və ya biraz gərgin ola bilər. Tələskən qərarlardan qaçmaq və səbirli olmaq vacibdir.